Din uğrunda, vətən uğrunda başda Kərbəla şəhidlərimiz Seyyid-i Şühəda İmam Hüseyin əleyhissalam, yar-ı ənsarı əshabı olmaqla Qarabağımızın azadlığı uğrunda canlarını fəda vermiş şəhidlərimizin ruhlarını salavatla yad edik. Allahümmə salli alə Muhammed. Aramızda tələbə yoldaşlar, elm əhliləri var. Dünyasını dəyişən alim-i Rəbbanilərimizin ruhlarına, qalanların səlamətçiliyinə sələvat edək. Allahümmə salli alə Muhammed. Xətmi səlavat zəmanə imami ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təcilinə və o həzrətin gəlişi ilə dünyamız nura, sülhə, ədalətə, haqqa qovuşsun deyə sələvat edək. Allahümmə salli alə Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. Rabbi şrah li sadri və yəssir li əmri və hlul uqdeten min lisani yefqahu qawli. قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر صدق الله العلي العظيم. Allah'ın salamı olsun siz əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, bizi izləyən, səsimizi eşidən hər kəsə. Allah'tan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları Rəbbimizə əl açaraq etdiyimiz dua və mətləb hacətləri bizdən qəbul eləsin inşallah. Allah'tan diləyək, Allah bu cümə gününün feyzindən, bərəkətindən bizi binəsib eləməsin. Bugün bildiyimiz kimi həftə günləri içərisində çox mübarək bir gündür, çox bərəkətli bir gündür. Bugün o gündür ki, intizarını çəkdiyimiz bəşəriyyətin, dünyanın xilaskarı olan sonuncu xəlifətullah, hüccətullah, İmam-ı Zaman Cəlallahu Teala Zuhurəhu Şərifin gəliş günüdür. O gündür ki, o həzrətin gəlişi ilə yer üzərindən haqsızlığın aradan gedib haqqın, ədalətsizliyin aradan gedib ədalətin, zülmün, sitəmin, nifaqın kökünün kəsilərək yer üzərində sülhün, əmniyyətin, ədalətin, haqqın bərpa olacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin. O günümüz olsun, o həzrətin imaməti ilə, vilayəti ilə dövrümüzü, zamanımızı daha dəyərli, daha qiymətli, daha mənalı keçirən kəslərdən qərar versin inşallah. Əgər ömrümüz vəfa qılmazsa, o həzrətin gəlişini görüb, dərk edib, duyub, hiss edib, o dövrdə yaşaya bilməriksə, Allah bu yaşadığımız ömürdə o həzrətin gəlişi ilə, gəlişinə qədər üzərimizə düşən bütün işləri, vəzifələri tam, dürüst yerinə yetirən bəndələrdən bizləri qərar versin inşallah. Möhtərəm cəmaatımız, əziz möminlər, bizi izləyən, səsimizi eşidən analarım. 2 cümə, 2 həftə də ardıcıl daimi gələnlər, izləyənlər və ya iştirak etməyib sonradan bu çəkilişləri qardaşlarımız sosial şəbəkədə yükləyirlər. Oradan izləyənlər bilir ki, 2 həftədir biz ömür, zaman barəsində danışırıq. Bu, ən aktual mövzulardan biridir və vaxtında biz əgər bunun qiymətin, dəyərin bilməsək, artıq gec olacaq. Və bugün o silsilə mövzumuzun davamı olaraq birinci dəfə zamanın dəyəri, vaxtın qiyməti, ikinci insan ömrünün məsuliyyəti. Bugün biraz da o 2 həftə danışdığımıza
digər ayə və hədislərlə daha rahat, daha şəffaf onun mahiyyət və əhəmiyyətini dərk eləmək üçün çalışacağam sizlərlə bu mövzu ətrafında bir daha danışım. Mövzumuzu ad verək və o adın ətrafında ayə, hədis, hekayə fikirlərimizi o istiqamətə yönəldək. İnsanın məsuliyyəti vaxtın dəyəri. Yəni, insan məsuliyyəti hiss etməsə, vaxtı dəyərləndirə bilməz. Məsuliyyəti olmasa, zamanın dəyərin qədrin bilə bilməz. Elə keçən həftələrdə oxuduğumuz bu Əsr surəsinin üzərində dayanacam və söhbətimi elə bunun əsasında. Çünki bu sözün həqiqi mənasında Əsr surəsində sanki insan həyatının mahiyyəti bir cümlədə, bir surədə öz təsdiqini tapır. Zaman əslində görünməz bir səssiz müəllimdir. Yəni, biz onu nə görə bilirik, nə eşidə bilirik. Axı, varlıqlar iki qismdir də, bir maddi, bir mücərrəd. Məsələn, bizim özümüzdə, öz üzərimizdə bunu test etmiş olsaq, maddi mücərrəd tərəflərini, məsələn, mənim başımı görürsünüz, əlimi görürsünüz, büsbütün vücudumu görürsünüz. Bu bizim insanın maddi tərəfidir. Amma mən danışıram, səsi eşidirsiniz, amma görmürsünüz. İnsanın ağlı, insanın ruhu var, amma nə görülür, nə eşidilir. Yəni, mücərrəd varlıqlar nə görülür, nə eşidilir, ruhumuz təki. Biz vücudumuzu fizioloji cəhətdən görə bilirik. Amma ruhumuzu biz nə edə bilmirik? Görə bilmirik. Həmçinin əqlimiz, elmimiz, savad, idrak, şuur və s. Ona görə deyirlər, zaman görünməz bir səssiz müəllimdir. Biz zamanı nə görə bilirik? Nə səsini duya bilirik. Amma görünməz səssiz bir halda bu zaman bizim ömrümüzdən alır və vaxtdan da gedir. O nə səs salır, nə xəbər verir. Amma hər gün bir parçamızı bizdən alır. Bizi bizdən alır, bizi bizdən ayırır. Dünən ayın neçəsi idi? 16-sı. Bugün 17-si. 16-lar 17 ola. Zaman keçdikcə səssiz və görünməz öz axarındadır. Amma bu gedənlər, o geridə qalanlar bizdən gedir. Bizdən alınır, gedir. İnsan ömrünü bir neçə şeyə bənzədirlər, təmsil edirlər. O təmsil, bənzətmə, təşbihlərdən biri də qum saatıdır. Yəqin ki, bəzi oyunlar var, görsən, qum saatı ilə ölçülür də. Vaxt ölçüsü, zaman ölçüsü kimi. Yəqin ki, hər kəs ona diqqət eləyib. Hər bir əslində oradan düşən qum dənəsi, dənəlik. O axır, gedir. Məsələn, o azalanda bəzən adam fərqinə varırdı, onu görürsən. Amma ilkin mərhələdə sürətlə gedəndə neçə dənəsi, qumun o dənəcik deyək də, dənəlik deyək, biraz da kiçik həcmdədir deyək. Hər bir dənəlik əslində insanı ömründən ayrılır və vaxtından gedir. Kimisi o dənələri, belə deyək də, boş yerə sərf edir, kimisi isə onu əbədiyyət bünövrəsinə çevirir. Yəni, hər yerə düşəndə vaxt əslində azalır. Kimisi ilə hədər, puç yerlərə, istiqamətə, amma kimisi isə onu əbədiyyət bünövrəsinə çevirir. Nəticədə həyat, bəziləri deyirin, yaşayırıq da, nəfəsdə alıb veririk. Həyat təkcə nəfəs almaqdan deyil, əsl həqiqətdə məsuliyyətli nəfəs almaqdan ibarətdir. Yəni, bu aldığın nəfəsin fərqinə varmaqdadır. Ona görə mövzumuz elə bu əsasda ki, insanın məsuliyyəti və vaxtın
dəyəri, önəmi, qiyməti. Allah Teala bu surədə vaxtınız olanda bunu çox oxuyun, əzbərləyin, barəsində düşünün, təfəkkür eləyin. Çünki Allahın kəlamıdır, nurdur və onu oxumaqla insanın ruhu, onun cismi nura qərq olar. Sözündə bərəkət olar, ömründə bərəkət olar, vaxtında, zamanında dəyər, qiymət olar. Vəl-əsr. Allah əsrə, vaxta, zamana and içir. Deməli, zaman dəyərli, qiymətlidir ki, and içir. Keçən iki xütbəmizdə biz toxunduq ki, insan adətən hər şeyə and içmir. O adətkarda ilə işimiz yoxdur. Amma mühüm məsələlərdə ən əzizləri və atıya, anıya, balıya, cana insan hər xırda şeyə görə and içmir. Yəni, necə daha önəmli, daha dəyər, qiymət verdiklərimizə and içiriksə, Allahın and içdiyi Quran-ı Kərimdə, məsələn, Vəş-şəms, Vəl-duha, Vəl-qəmər-izə, and olsun günəşə, and olsun aya, andılar var da. O andılar sırasından biri də vəl-əsr. And olsun zamana, and olsun vaxta. İnnəl insana ləfî xusr. Həqiqətən insanlar ziyandadır, xüsrandadır. Amma müstəsna halı var, istisna edir. Kimlər? İlləl-ləzīnə āmenū və amilu's-salihat və təvəssəv bil-haqq və təvəssəv bis-səbr. Ancaq o ümumi ziyanda olan insanlardan müstəsna olanları var ki, iman gətirib, salih əməl edib, haqqı və səbri tövsiyə edənlər. Ömür bunlarla zinət tapır, ömür bunlarla dəyərlənir. Əgər iman ola, deyəsən inanmam, amma əməldə onu göstərməyəsən, faydası olmaz. İman, salih əməl, yəni sözün hərəkətdə, əməldə tətbiqi, təsdiqi və onu başqalarına tövsiyə eləmək, haqqı və səbri tövsiyə eləmək. Bu ayə əslində insan həyatının doğrudan da bir cümlə ilə, bir kəlmə ilə mahiyyətini özündə cəmləşdirib, əks etdirir. Zaman keçməkdədir və onu dəyərli edən bu ayədə qeyd olunan faktorlardır. İmandır, salih əməldir, haqqı və səbri başqalarına tövsiyə etməkdir. Bu ayədən biz əgər istəsək qısa mesajlar əldə edək, zaman əslində insanın ən böyük sınaq meydanıdır. Digər ayət şərifələrdə var ki, Allah sizi bu dünyaya sınaq üçün, imtahan üçün gətirib. Bəzən özümüzü tanıyaq deyə, bəzən müəllim şagirdin təcrübə və o dərs zamanı onun səviyyəsini, onun bilgisini, onun hansı dərəcədə olduğunu bilir. Amma görürsən, sonda yenə də nə olur? İmtahan olur. Bəzən bəzi insanlara deyəndə o özündə olanı qəbul eləmir. Amma təsdiq və tətbiq zamanı o ortaya çıxır. Əslində, iman və əməl olmadan insan zamanını, vaxtını dəyərli, qiymətli Allah istədiyi kimi keçirə bilməz. İnsanın ömrünün dəyərli, qiymətli olması onun imanı və gözəl əməlləri ilə tamamlanır. Əslində, bu iman və əməllə yanaşı başqalarını da haqqa və səbrə tövsiyə etmək zamanın dəyərli keçməsinin bir tərkib hissəsidir. Bunlar bir-birindən ayrılmazdır. Digər bir ayə mövzuya uyğun olaraq qeyd edək. Allah Teala Əl-Furqan surəsinin 62-ci ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. Huvellezî ceale lekumul-leylə ve'n-nahara xilfeten limen arada en yezzekkere ev arada şükura. Allah sizin üçün gecə və gündüzü bir-birinin ardınca gələn etdi. Xilfə o xəlifə də bir-birinin ardınca.
bir-birinin ardıca gələn etdi ki, limən ərada ən yəzzəkkər, o ərada şükura. Kim istəyər düşünər, kim istəyər şükür edər. Əslində bu bizim üçün bir ibrət dolu Rəbbimizdən, Rəhman və Rəhim olan Allahımızdan mesajdır. Ayə insana əslində bir gündə sanki iki məktəb göstərir. Gecə və gündüz. Gecə təfəkkür və ibadət məktəbi. Hər şey sakitləşəndə, səs-küy dayananda sən Allaha doğru gedirsən, təfəkkür eləyirsən, ibadət edirsən. Günüz isə əməl və xidmət istiqamətidir bizə. Yəni insanların və Allahın razılığını əldə edəcək nələrisə etmək. Əslində hər gecə və gündüz bir fürsətdir. Gərək biz bunları boşuna keçirməyək. O gecə ilə gündüzdə çox əslində mesajlar var. Məsələn, vaxtın dəyərini bilmək. Həyatda bir mesaj ki, məsələn, hər qaranlıq bir gecənin bir açılan sabahı var. İnsan bir çətinliyə düşəndə daima o çətinlikdə elə köklənib onunla bədbin olaraq, belə deyək də, psixoloji cəhətdən sarsılmamalıdır. İçində bir ümid hissi onu möhkəm ayaqda saxlamalıdır ki, hər bir gecənin bir açılan səhər var deyə. Bu əslində bizim təbiətimizə həyatda formalaşmamız üçün Allahın bir nişanələridir, bir mesajlarıdır. Tarixdə yazırlar, bir gün Əmirül Möminin Əli əleyhissalam Küfə bazarında əyləşmişdi. Bir gənc gəlir imamı tanıdığından salam verir. Əssəlamu aleykə ya Əmirəl Möminin. Salam olsun sənə ey möminlərin əmiri, iman sahibinin öndəri, Allaha inananların öndə gedəni. Deyir, mənim vaxtım çox olur, vaxtım çoxdur. Nə iş görsəm yaxşı olar, nə işlə məşğul olsam yaxşı olar? Həzrət İmam Əli əleyhissalam cavabında buyurur ki, əslində vaxtın çox deyil, sadəcə sən onu dəyərləndirmirsən və vaxtı düzgün nizamlayıb tənzimləmirsən deyə sənə vaxtım çox qalırmış kimi gəlir. Həzrət buyurur ki, əslində vaxt nəfəs qədəridir. Yəni, mən deyim, mənim vaxtım çoxdur, bəzən deyirlər, hələ mən cavanam, hələ vaxta var. Yəni, hələ ömür, həyat qabaqdadır deyə. Peyğəmbər alıb, Peyğəmbərə səlavat çəkədə. Allahümmə səllə ələ Muhamməd. Bəzən görürsən ki, insanlar deyir, hələ cavanam, vaxta var. Amma Əmirül Möminin Əli əleyhissalam o cavan ki, Həzrətdən nəsihət istəyir, tövsiyə istəyir. Həzrət buyurur ki, vaxt nəfəs qədərdir. Nəfəsin bitəndə vaxtın da bitəcək. Nəfəsin bitəndə vaxtın da bu dünyadakı zamanın da bitəcək. Gənc soruşdu, bəs vaxtı necə dəyərləndirim? Axı, məqsədi vaxtını daha mənalı, səmərəli keçirməkdir. İmam əleyhissalam cavabında buyurdu ki, sən vaxtı 3 hissəyə böl, 3 yerə ayır, o zaman vaxtın dəyərli, vaxtın daha səmərəli keçər. Onun bir hissəsini Allaha ibadətlə, bir hissəsini ailənə, dostlarına, yaxınlarına, doğmalarına, çevrələrinə vaxt ayırmaqla, bir hissəsini isə elm və düşüncə, təfəkkürə ayır. Əgər bu üçü bərabər olarsa, yəni Allaha ibadət, ailə və dostlara, çevrəmizdə olanlara vaxt ayırmaq və elm, düşüncə, bu üçü birlikdə olarsa, Həzrət buyurur, o zaman sənin həyatın nizamlı,
ruhun da aram olar, huzur içərisində olar. Biz həm orta məktəbdə, həm ali məktəblərdə də istər şərq, istər qərb alimlərinin, bu filosoflarının fəlsəfə sahəsində duhaların bəzən əsərlərini oxuyanda da bəzən o ibrətli, dəyərli, qiymətli, mənalı sözləri ilə qarşılaşırıq. Aristotel da məşhurdur, dünya şöhrətli bir alimdir. Onun bir Nikomax etikası adlı bir kitabı var. Orada zaman barəsində danışanda deyir, zaman əslində əxlaqın sınaq meydanıdır. İnsanın təlim, tərbiyə, etikasının, çünki o kitabda etika haqqında, mədəniyyət haqqında yer alır mövzu olaraq. Deyir, zaman əxlaqın sınaq meydanıdır. Yalnız məqsədi olanlar onu faydaya çevirə bilir. Yəni, həyatda əgər, əleykumussalam, qarşıya bir məqsəd qoymusansa, o məqsədə doğru addımlayırsansa, vaxtı, zamanı sən faydalı keçirə bilərsən. Amma məqsədsiz həyatda yaşayırsansa, o zaman zamanı faydalı, vaxtı faydalı keçirdə bilməzsən. Məsələn, belə deyək, sən səhər evdən çıxanda qarşıya məqsəd qoymusan ki, işə gedirsən. Qarşıya məqsəd qoymusan ki, məsələn, bazara gedirsən, bir şey alıb qayıdacaqsan. Qarşıda biri ilə də salamlaşdın, salam, keyf, hal edəndən sonra deyirsən, bağışda gedəcəyim yer var. Çünki məqsədlə doğru gedirsən axı. Ləngi söndə ged. Amma bir adam bir evdən çıxıb, hara gedəcəyini bilmir. Nə edəcəyi də bəlli deyil. Elə hər tində dalanda biri ilə, onunla vaxt, bununla, ora gedək, o deyəcək, bura gedək, bir də baxıb görəsən, gün batıb amma elə o tində, o dalanda, onun söhbətin, bunun söhbətin ortada heç bir şey yoxdur. Ona görə Aristotel deyir, zaman əxlaqın sınaq meydanıdır. Yalnız məqsədi olanlar onu faydaya çevirə bilir. Yəni, əgər qarşıya məqsəd qoymamısansa, sən vaxtı nəyə çevirə bilməyəsən, faydalı və səmərəli bir sərmayə çevirə bilməyəcəksən. İbn Sina ki, məşhurdur, əsərləri məşhurdur, həm fəlsəfədə, həm məntiqdə nəzər sahibləridir. Əl-İşarat və Tənbihat əsəri var, burada tələbə yoldaşlar var, bəlkə də o əsərini oxuyublar. O İbn Sinanın düşüncəsinə görə, fikrinə görə deyir, insanın kamilliyi zamanın ona verdiyi imkanları necə dəyərləndirməsindən ibarətdir. Yəni, əslində zaman insanlara şanslar verir, imkanlar yaradır. Həmin imkanlardan, şanslardan insanların necə dəyərləndirməsi zamanı dəyərləndirməsinin anlamına gəlir. Yəni, bir sözlə, bu verilən vaxtı, bu verilən ömrü necə keçirməyin sənin ilə zamana necə dəyər, qiymət verməyin göstəricisidir. Son bir, belə deyək, qərb alimlərindən yəqin ki, çoxlarımızın oxuduğu bir əsərdir. Victor Hugo'nun Səfillər əsəri. Biz 98-97-ci ildə mədrəsədə olanda, ilk tələbəli illərində bu əsəri ilk dəfə orada oxumuşduq. Orada çox sizlərə də elə vaxtım olanda özüm də illər keçməsinə rəğmən yenə də bəzən oxuyaram, tövsiyə edərəm. Həmi insanın nitqinin, natiqlik nöqteyi nəzərdən, həm də fikri baxımdan formalaşmasında çox tövsiyə olunan əsərlərdən biridir. Əgər belə deyək də, o istiqamətdə oxumaq istəyən, bədii ədəbiyyat sahəsində oxumaq istəyənlər üçün gözəl bir tövsiyə olunan əsərlərdən biridir. Victor Hugo o Səfillər əsərində bu zamanla bağlı deyir, vaxt əslində görünməyən bir sərvətdir. Axı, insanlar adətən sərvəti gözü ilə görür, görünən maddi tərəfi var. Deyir, vaxt görünməyən bir sərvətdir. Onu itirənlər yoxsul, onu dəyərləndirənlər isə
səadətə qovuşan insanlardır. Yəni, həmin bu vaxt əslində görünməyən bir sərvətdir. Kim ki onu itiribsə, yoxsulluq, yəni ömrünü hədər keçirmiş, kimlərsə onu dəyərləndiribsə, o səadətə qovuşmuş, xoşbəxtliyə çatan, nail olan insanlardır. Ona görə möhtərəm cəmaatımız, mövzumuz ki, insanın məsuliyyəti və vaxtın dəyəri mənəvi səmərəli keçməsidir deyə bir ayət-i şərifə də oxuyum. Əl-Maidə surəsinin 48-ci ayəsi. Uca Rəbbimiz orada buyurur: Əuzu billahi mineşşeytanirracim. Fastabiqul xeyrat. İlallahi mərci'ukum cəmi'a. Buyurur ki, yaxşı işlərdə bir-birinizlə yarışın. Yaxşı işlərdə, bu ayəyə diqqət eləyək. Yaxşı işlərdə bir-birinizlə yarışın. Hamınızın dönüşü Allaha olacaq. Lillahi mərci'ukum cəmi'a. Sizin hamınızın dönüşü, qayıdışı Allaha olacaq. Əsl həqiqətdə biz baxsaq, bu dünya bizim başımızı elə qatıb ki, biz bir-birimizlə axirət işlərində deyil, dünya işlərində bir-birimizlə yarışa qalxmışıq. Məsələn, görsən biri bir maşın alanda, bir qonşu görsən, o biri qonşu yata bilmir, gecə o tərəfə qıvrılır, bu tərəfə. Biz hamıya aid eləmirik, nə də ünvanlı demirik, amma ayədən məlum olan budur da, insanın o mahiyyətin izah eləyir. Görürsən, heç imkanı da yox, ya borca girir, indi bank sistemidir də, nə bilim, banka, ora, bura. Onun var, məndə yox. Məsələn, məndə də olsun. Dünya işlərində bir-birimizlə nə edirik? Yarışırıq. Amma birin özündə imandan üstün görəndə gecə yatmayayım, narahat olum ki, mən nə hansı zikr eləyim, hansı ibadət eləyim ki, ondan üstü olum. Belə aramızda varsa xoş o insanın halına. Yoxsa Allah bizi elə onlardan eləsin inşallah. O cür mənəvi cəhətdə yarışanlardan qərar versin. O çox mühümdür. Görürsən, o deyir, dəli də o bir-iki nəfər mürgüləyən gözümə dəydi. Hərdən o yumur hissəsini təbəssümə keçirir ki, biraz mürgüləməli. Qış olanda da belədir də, biraz çöl soyuq içəri isti, görsən ki, elə baxır, amma gözü axır. Peyğəmbər alıb, Peyğəmbərə sələvat zikirdir. Görürsən, həqiqətdə bu cürdür. O deyir, dəli də elə özünü ağıllı sanar da. Mən sizdən bir səmimi sual soruşuram. Bəzən hamımız da şahidi olmuşuq da. Olubmu biri ağılda bir-birini müqayisə eləsin? Misal halda əqli ilə həmişə istəmişik ki, özümüzü üstün göstərək, özümüzü fərqli göstərək. Amma mən sizdən soruşacağım söz budur ki, ağıl yarışında, məsələn, o ağıllıdır, mən də çalışım ağıllı olum deyə, hamı ilə özünü ağıllı sayır. Öz ağıllını ilə hər kəsdən üstün sayır. Ona görə bizə ayət-i şərifədə Allah Teala buyurur ki, Fastabiqul xeyrat. Çalışın xeyir işlərdə bir-birinizlə neyləyin? Yarışın. İlallahi mərci'ukum cəmi'a. Çünki sizin hər birinizin dönüşü, qayıdışı Allahadır. Hər gün əslində bizim üçün bir fürsətdir, amma biz çoxlarımız görə-görə, baxa-baxa, bilə-bilə o fürsətləri əlimizdən veririk. Vaxtı itirməmək əslində axirətdə haqqı əldə etməyin bir yoludur. Yəni insan vaxtın dəyərini bilib qazanırsa, əslində axirəti üçün bir savab əldə edir. Hər şeydə, dünya işlərində rəqabət yox, faydalı işlərdə rəqabət insana fayda verər. Elə hədər mənasız işlərdə rəqabət insana fayda gətirməz.
Əl-Muzzəmmil surəsinin 20-ci ayəsində uca Rəbbimiz buyurur: وَمَا تُقَدِّمُوا لِأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ اللّٰهِ. Özünüz üçün öncədən nə göndərmiş olsanız, Allah yanında ona qovuşacaqsınız, Allah yanında onu görəcəksiniz. Baxın, biz əsl həqiqətdə burada verilən zaman vaxtla ora getməzdən öncə özümüz üçün bunları edə bilərik. Faydalı işlər əslində zamanın dəyərini artırır. Zaman zaten gedir. Amma o keçən zamanında, gedən zamanında faydalı işlər görürsənsə, zamanın faydalı olar. Əslində, vaxtını düzgün istifadə edən insanın həm ruhu, həm də əqli baxımdan zənginliyi olur. Yəni, əgər vaxtı dəyərli, qiymətli keçirdirsənsə, sən həm əqli baxımdan, həm də ruhi baxımdan zəngin olan insansan. Və nəticə etibarı ilə bir neçə məsələyə toxunum və sözümü tamamlayayım. Əslində, vaxt qeyd etdik ki, insanın ən qiymətli sərvətidir. Onu necə xərcləməksə, o vaxtın memarısa insan özüdür. Onu hansı istiqamətə necə sərf edəcək. Hər günümüz bizim üçün bir fürsət olduğu üçün gərək biz günümüzü boşa keçirməyək. Ən böyük zənginlik əslində vaxtını faydalı işlərə sərf etməkdir. Əgər vaxtı sən faydalı, Allah razılığını əldə edəcək işlərə sərf edirsənsə, ən zəngin insan sənsən. Bir sözlə, əlindəki saat, vaxt, zaman sənin ən qiymətli hədiyyəndür. Bəzən görsən, biz bir-birimizə hədiyyənin kiçikliyi, böyüklüyü, bəzən onu fərqləndirirlər. İnsanlar da görürsən, birinə məsələn bir şey edib, qarşı tərəf onu qaytarmayanda küsür, ona xəbər göndərir, məsələn və yaxud da özü deyir. Amma bu, bilirsinizmi, ən gözəl, qarşılıqsız, umacaqsız edilən yaxşılıqdır. Bəzi insanlar görürsən, doğrudan yaxşı insandır. Bu mənada ki, əli açıqdır, xeyirxahdır. Amma biraz məsələ tərs gələn kimi dediklərini başlayır sərki verməyə, dilə gətirməyə, o yaxşılıqlarının da hamısını silir, əlindən alır, aparır. Ona görə çalışın, o yaxşılıq da belə öz-özlüyündə yaxşıdır, amma gərək qarşı tərəfə minnət qoymadan, qarşı tərəfə sərki vermədən, ona xatırlatma etmədən qalsın. O zaman o daha gözəl. Ona görə buradan biz bu sözü çıxarış edirik ki, əlimizdə olan bu saat ki var, məsələn, indi hal-hazırda Bakı vaxtı ilə, məsələn, 2-yə qalıb, misal olaraq 25 dəqiqə, bu vaxtın biz gərək qədrin bilək. Bizim üçün ən qiymətli hədiyyə budur. Çünki biz bu vaxtda, bu zamanda ən gözəl işi görə bilərik və ömrümüzə dəyər qata bilərik, qiymət qata bilərik, vaxtımızı zənginləşdirə bilərik. O səbəbdən unutmayaq ki, vaxtı dəyərləndirən insan hər zaman ömrünü dəyərli etmiş, ruhunu zənginləşdirmiş və bir şeydən unutmayaq ki, bu dünyada uzun-uzadı ömür sürmək, mənalı ömür yaşamaq anlamına gəlmir. Əgər uzun ömrə baxsaq, şeytandan uzun ömürlüsü yoxdur, amma şərrin özüdür. Əgər uzun-uzadı ömür, mənalı ömür mənasınadırsa, belə deyil. Sadəcə mənalı olan Allahın sənə bəxş etdiyi ömrü mənalı yaşamaqdır. Orada ömür faktoru yoxdur, zaman faktoru yoxdur. Qısa bir vaxtda uzun-uzadı ömürdən insan faydalı ömür yaşaya bilər. Ömrün nə zaman bitməsi, vaxtın nə zaman tamamlanması, nə vaxta çatacağı əlimizdə olmadığına görə, ona görə gərək hər anı fürsət bilək,
hər nəfəsin biz dəyərin, qiymətin bilək. Daha bu zamanla bağlı mövzunu elə 3 silsiləvi mövzuda bitiririk deyə son sözlərimlə bunu qeyd edeyim ki, nə qədər uzadı ömür yaşamış olsan, axirətə nisbətdə qısadır. Axirətə nisbətdə bu dünya həyatı azdır. Biz bu azla, kiçik vaxtla əbədi yerimizi təyin edirik. Bu vaxt bizi ya cənnətə götürür, ya da cəhənnəmə. Yəni, əbədi gedib qalacağımız yerin təyinatı həmin bu qısa zaman kəsimindən asılıdır, bu zamandan asılıdır. Ona görə əsl həqiqətdə gərək insan ölümü, qiyaməti həmişə yaxın bilsin. Həmişə o görürsən, zamanında bir evdə o qədər sakinlər olur, o qədər, məsələn, orada işçilər və s. Amma bir də görürsən, bir zaman keçir üstündən xarabalığa çevrilir. Elə qəbrəstanlıq bizim üçün ən böyük ibrətdir. Görürsən, orada elə insanlar yatıb ki, zamanında nələr. Amma indi o yer elə bir məkandır ki, adətən tanıyanları bir-birinin yanında, qohumu məsələn atanı, ananın yanında, nə bilim əmini və s. istəyirlər ziyarətinə gedəndə yaxın olsun. Görürsən, hamı bir-birinə qohumdur, hamı bir-birinə yaxındır, amma nə gedən var, nə gələn var, nə bir-birini danışdıran var. Hamı bir-birinin yanındadır, amma nə gələn, nə gedən, nə danışan, hal-əhval tutan var. Ona görə ölümü və qiyaməti hər zaman yaxın bilmək lazımdır və Allahın bizə verdiyi bu vaxtı da səmərəli, faydalı keçirmək lazımdır. Uca Rəbbimizdən diləyək, Allah hər birimizə dəyərli, qiymətli, mənalı ömür nəsib eləsin. İlahi və Rəbbim, bizi iman və səbirlə ömrünü başa vuranlardan qərar verginən. Ey Rəhman və Rəhim olan Allahımız, bizə verdiyin bu zamanı səni razı salıb və səni razı salan əməlləri edən bəndələrin cərgəsində bizləri qərar verginən. Ey Rəhman və Rəhim olan Allahımız, bizlər etiraf edirik. Bizlər xəta, nöqsan, günah sahibləriyik. Günahlarımızı, xəta və nöqsanlarımızı bağışlamamış bizi bu dünyadan aparma. Allahım, həyatımızın hər bir anını, keçən, ötən hər bir zamanımızı, vaxtımızı sənə şükür etməklə, sənin zikrini, La ilahə illallah, Tövhid kəlməsini dilimizdə zikr edən kəslərdən bizləri qərar verginən. İlahi Pərverdigara, bizləri vaxtını boş keçirən, mənasız, faydasız işlərə sərf edənlərdən deyil, bizləri səmərəli, faydalı, ömür vaxt keçirən bəndələrindən qərar verginən. Allahım, bu danışdığımız ayə və hədisləri bizim ruhumuzda, xüsusilə də eşitdikdən sonra əməlimizdə, həyatımızda tətbiq edənlərdən bizləri qərar verginən. Zamanə imamımızın zuhurunda təcil etginən. O Həzrətin zuhurunda iştirak etməyi, xidmət etməyi hər birimizə nəsib etginən. Ömrümüz vəfa qılmazsa, Allah sonuncu xəlifətullah, hüccətullah, baqiyyətullahul əzəmin həqiqi aşiqlərindən, o Həzrətin həqiqi xadimlərindən bizləri qərar verginən. Allahım, zindanda olan qardaşlarımızın işlərinə fərəz verginən, şəhidlərimizə rəhmət etginən, atalarına, analarına səbri əyyubi kəramət etginən. Allahım, cümləmizi imanla, Qur'anla yaşayıb, imanla, Qur'anla dünyasını dəyişənlərdən qərar verginən. Dünya və uqba bizi Qur'an və Əhl-i Beyt əleyhimussalamlardan ayrı salmaginən. Etdiyimiz duaların və bu kəlamların qəlbimizdə, ruhumuzda təsirinə, həyatımızda tətbiqinə vəsilə olmasından ötürü Muhammed və Ali Muhammedə 3 ucalı Muhammedi səlavat zikirlər.
Muhammed və ali Muhammed. Yaralı əsgər qazi qardaşlarımız başda olmaqla cəmi xəstələrin şəfa tapmasına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cəmiyyən sürücülərimizin salamatçılığına xatir salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Dini İslamın qüvvətlənməsinə, din düşmənlərdən məhv-nabid olmalarına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Hazır rəhbəri elədik, cəmaat namazı qıldıq, özünün, ailəsinin salamatçılığına xatir, ömrünün, elminin daha da bərəkətli olmasından ötəri və dünyasını dəyişmiş ata-babalarının, ənvatlarının istirahəti ruhuna xatir salavat zikr eləyək. İltiması dua eləyənlərimiz var, xəstəsi olan, müşkil olan, həllə rəvi olmasına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Allah qəbul etsin. Kərbəlayı qardaşımız zəhmət çəkdi, salavat zikr etdirdi, özünün, ailəsinin, balalarının səlamətçiliyinə, xüsusilə bura cəm olan mömin və analarımız da iştirak edirlər, xanımlar tərəfdə. Kimin nə hacəti, mətləbi, bəzilərinin ailəsində, bəzilərinin canında, işində, ümumən nə sıxıntısı, çətinliyi var, həllinə Muhammed və ali Muhammedə salavat zikr edir. Allahümmə salli ala